Gündə 5 vaxt sən Allaha vaxt ayırmalısan, özü mütəmadi. Bu insana çətin gəlir. Amma oturub hesab kitab eləyəndə 24 saatın 24 dəqiqəsi ayı gedər getməz bir sutkada. Allah üçün. Amma özə necə vaxt ayırırsan? Mənim bir yaxın adam vardı, dostum vardı. Deyirdi ki, mən yatanda bir yarım saat Allahla ürəyimdə danışıram, ona şükür eləyirəm. Yuxudan durandan sonra şükür eləyirəm ki, ayıldım, yenə də Allaha şükür eləyirəm falan falan. Deyirəm ki, bu başqa şeydir. Sən yatanda robot deyirsən ki, söndürüb özü. İstər-istəməz bir fikir çəkirsən də elədiklər və oradan buradan. Onsuz da Allahla danışacaqsan. Ya və Allahla da danışmasan, axı ürəyində nəsə eləyəcəksən, danışacaqsan. Yuxudan duranda da həmçinin hələ. Bu bir başqa şeydir. Bu Allahla danışmaq deyil. Bu hələ yeri gəlmişkən də paxodu piyesim mən indi yatıram mən də Allahla danışım bu cürlə. Olmur. Allahla danışmaq üçün Allah Teala deyir ki, bütün işləri at. 3 dəqiqə, 5 dəqiqə. Başqa hərəkət eləmə. Diyan üzü qibliyə mənlə danış. Bu bilirsiniz nədir? Mənə vaxt ayır. Yaxşı da, indi İslamı qoyaq bir qırağa. Başqa dində hər nədir, dua elə, neynirsən elə, Allah istəyir ki, mənə vaxt ayır. Mənə vaxt ayır ki, sonda sənin ömrünü alacağım əlindən. Ömrümü verəcəksən mənə.